Azərbaycanın qədim güşələrindən biri olan Şəki təkcə gözəl təbiəti ilə deyil, həm də tarixi irsi ilə ziyarətçiləri valeh edir. Bu irsin nadir incilərindən biri isə Şəki Xan Sarayıdır. Elə biz də Şəki ilə tanışlığa məhz buradan başladıq. 18-ci əsrdə 1762-ci ildə Fars üslubunda inşa edilən qala divarları ilə əhatə olunan Xan Sarayı Şəkinin deyərdim ki, ən maraqlı görməli yerlərindən biridir. Bu saray təkcə bir hökmdarın iqamətgahı yox, həm də sənət əsəridir. Şəki deyəndə ilk olaraq ağla bir də buranın ən məşhur şirniyyatlarından olan Şəki halvası və ya başqa adla Şəki paxlavası gəlir. Niyə məhz buranın spesifik şirniyyatlarındandır desəz? Çünki Şəki halvasının əsas tərkib hissələri olan düyü unu, bal, fındıq və kərə yağı bu bölgədə bol olur və keyfiyyətli məhsul əldə etməyə imkan yaradır. Və təbii ki, Şəkinin iqlimi və suyu da bu məhsulların dadına təsir göstərir. O cümlədən Şəki halvasını hazırlamaq incə ustalıq tələb edir. Xüsusi texnikalar və əllə hazırlama prosesi onu digər halvalardan fərqləndirir. Elə məhz buna görə Şəkidə hazırlanan halvanın dadı və keyfiyyəti unikal olur. Çay içənlər gəlsin, çay içsin.